Uşaq məktəbdə dərslərini yazmırsa, tapşırıqlarını etmirsə, müəllimlərə çətinlik yaradırsa, əziz müəllimlər, ekrana yaxın oturun. Səbəb əksər hallarda diqqət əksiliyi və hiperaktivlik diaqnozudur və o fonda disleksiya da ola bilər. Nə edəcəksiniz? 1. Tapşırıqları asandan çətinə doğru qısa-qısa böləcəksiniz və az-az tapşırıqları hamının edə biləcəyi şəkildə, yox tək onun edə biləcəyi şəkildə tapşırıqları ona verəcəksiniz. 2. Uşaqda motivasiya yaratmaq lazımdır və eyni zamanda məsuliyyət hissini formalaşdırmaq lazımdır. Bunu necə edəcəksiniz? Uşağa sinifdə xüsusi bir rol veriləcək, materialları paylayacaq, lövhəyə tez-tez çıxacaq və uşaq öz məsuliyyət hissini yavaş-yavaş hiss etməyə başlayacaq. Çünki artıq uğurları dəyərləndirməyə başlayacaq. Çünki ən kiçik uğuru belə qiymətləndirib dəyərləndirin. Bu zaman uşaq dərsdə, öz məktəbdə özünü gərəkli və lazımlı hiss edəcək. Tərif edəcəksiniz tez-tez, çox gözəl etdin, əla başlamısan, bu cürdə davam etməyi səndən gözləyirik, inanırıq ki, bunu bacaracaqsan. Davamlılıq yaratmaq və eyni zamanda bilirsiniz ki, disiplin uşaqda düzgün davranış formalaşmasına dəstək olacaq. Vərdişi möhkəmləndirmək, yəni müsbət vərdişləri biz möhkəmləndirəcəyik. Bacardığınız qədər cəza verməyəcəksiniz, uşaqla dost olmağa çalışacaqsınız və bunu eyni qaydada pozitiv möhkəmləndirəcəksiniz. Hər birinizə uğurlar.